Deməli, Heydər Baya salamı bir-bir izah edirik. Əsər iki hissədən ibarətdir və əsərin sözsüz ki, tam yox, ixtisar forması sizdədir. Əsər poema janrında yazılıb, vahid süjet xətti yoxdur deyə lirik poemadır. Əsər lirik poema hesab olunur, çünki süjet xətti yoxdur. Demişəm, lirik poema odur ki, onun, məsələn, 5-ci bəndi birinci deyib, birinci bəndi də sonra deyə bilərsən. Heç nə dəyişmir, hadisənin gedişatına təsiri yoxdur. Yəni, hadisələr müəyyən xəttlə inkişaf etmir ki, deyəsən ki, yox. Məsələn, Leyli Məcnunu görə əvvəlcə belə danışa bilərsən, Məcnun öldü, sonra deyə bilərsən, Məcnun Leylini məktəbdə görüb sevdi. Yox. Əgər belə yer dəyişmə eləyə bilmirsənsə, olur epik növ. Yox, yerini hadisələrin dəyişəndə heç nə dəyişmirsə, şeirlər məsələn. Birinci bəndi demirəm, birinci 5-ci bəndi deyirəm, tutaq ki. Onların deməli, süjet xətti yoxdur. Heydər Baya salam da lirik poemadır, heca vəznində yazılmışdır. Azərbaycan dilində yazılmışdır və yazılma səbəbini müəllif iki cür əsaslandırır. Bir deyir, uşaqlıqda gördüyüm insanların ürəyini şad eləmək istəyirəm və digər tərəfdən də deyir ki, anası deyir, mənə deyir ki, ona, ay oğul, sənə böyük şair deyirlər, amma nə yazdığını anlamıram. Çünki yaradıcının çoxu fars dilində idi ona görə. Ona görə bu əsəri yaratmışdır. Deməli, başlayırıq əsəri hissə-hissə, bircə-bircə, harada nə dediyini təhlil etməyə. Birinci hissədən başladıq. Heydər baba, ildırımlar şaxanda, sellər sular şaqqıldayı baxanda. Gəlin bunun bölgüsünə baxaq. Bax, 1, 2, 3, 4. Deməli 4 sayıq. 1, 2, 3, 4. Yenə 4 sayıq, 3. Deməli bölgüsü necə oldu? Heydər baba salamın bölgüsü 4, 4, 3 şəklində. Yadda saxladıq. Heydər baba, ildırımlar şaxanda, sellər sular şaqqıldayı baxanda. Qızlar ona səhv bağlayıb baxanda, salam olsun şövkət üzə, el üzə, mənim də bir adım gəlsin dil üzə. Deməli, bura Heydər Baya müraciətlə, Heydər Baba dağına müraciətlə başladı və salamlayır, dağı salamlayır. Görək ikinci bənddə nə deyir? Heydər baba, kəkliklərin uçanda, kol dibindən dovşan qalxıb qaçanda, bağçaların çiçəklərini açanda, bizdən də bir mümkün olsa yad elə, açılmayan könülləri şad elə. Heydər babadan arzu var, istək var ki, ay Heydər baba, deməli, kəklik uçanda, dovşanlar qaçanda, yəni təbiətdə bir canlanma olanda bizi də yada sal. Axı özü orada deyildi. Orada uşaqlığı orada keçirdi, hal-hazırda orada yaşamırdı ona görə. Bayram yeli, bayram küləyi, çardağını yıxanda, çardaqları yıxanda, Novruz gülü, qar çiçəyi çıxanda, çiçək adları Novruz gülü, qar çiçəyi. Ağ buludlar köynəyini sıxanda, ağ buludların köynəyini sıxanda, yəni yağış yağmağını deyir. Yağış yağanda, bizdən də bir yad eləyən sağ olsun, dərdlərimiz qoy dikəlib dağ olsun. Heydər baba, sənin üzün ağ olsun. Yeri gəlmişkən gəlin bunun qafiyəsində deyim. Bax, qafiyə belədir, görürsünüz. Bax, tutaq ki, ilk bənddən deyim, çünki birinci bəndə A qoymaq düz deyil. A, B, B, B. Deməli, qafiyə necə olur? 5 misradır. Bax, bu da tutaq ki, V. Bax, 3 dənə V, 3 dənə V-ni yazdıq. Tutaq ki, bu da B. Və yaxud da S. Bax, belə. Necə oldu? Deməli, bir də deyirəm. 3 üstəgəl 2 şəklində qafiyəsi. Yəni, 3-ü öz arasında, ikisi də öz arasında qafiyələnir. Ta 2 gedib ilk bənd nəzərdən qafiyələnmir, elə öz arasında. Bax, itməz, bitirməz, yetməz. 3-ü də eynidirmi? Tutaq ki, 3-ü də bir dənə Ç ilə işarələyirik. Unutmarıq sizləri, halal edin bizləri. Sizləri, bizləri də öz arasında qafiyələnir, Q. Deməli, 3 üstəgəl 2 şəklində qafiyələnir. Deməli, biz buna müxəmməs deyə bilmirik. Düzdür, 5 misrada, amma qafiyəsi müxəmməs deyil. Müxəmməsin belə deyil, bilirik. Əvvəldə 5 aydı, sonra 4-1 idi. Amma biz buna müxəmməs deyə bilmədik. Heydər babaya alqış eləyin indi. Gəlin, görün nə deyir. Deyir, Heydər baba, sənin üzün ağ olsun. 4 bir yanın bulaq olsun, bağ olsun. Bizdən sonra sənin başın sağ olsun. Dünya qəzov, qədər ölüm, itimdir. Dünya boyu oğulsuzdur, yetimdir. Heydər baba, igid əmək itirməz. Ömür keçər, əfsus bərə bitirməz. Namərd olan ömrü başa yetirməz. Namərd olan ömrü başa yetirməz. Biz də vallahi unutmarıq sizləri. Görənməsək, halallıq istəyir. Baxın, halal edin bizləri. Heydər baba,
Mirəjdər səslənəndə, bax, bir dənə obraz, Mirəjdər. Deməli, Mirəjdər kimdirsə oxuyurmuş, müğənni, oxuyur. Çünki Mirəjdər səslənəndə. Kənd içinə səsdən, küydən düşəndə. Aşıq Rüstəm sazın dilləndirəndə, hansı aşığın adı çəkildi? Aşıq Rüstəm. Hansı aşıq? Aşıq Rüstəm sazın dilləndirəndə, yadındadır, nə hövləsək qaçardım, quşlar təki qanad açıb uçardım. Deməli, biz gördük ki, bu aşıq sazını çalanda, bu sevinirmiş, həvəslənirmiş də, toy bayram əhval-ruhiyyəsi, uşaqlıq çağları. Mirəjdər də səslənəndə, səs-küy düşəndə, aşıq Rüstəm saz çalanda, mən deyir, uşaq kimi qanad açıb uçurdum. Heydər Baba, Quru gölün qazları, bax, hansı göl adı? Quru göl. Quru gölün qazları, gədiklərin sazaq çalan sazları, kənd kövşənin payızları, yazları. Bir sinema pərdəsidir gözümdə, tək oturub seyr edərəm özümdə. Baxın, payız, yaz, Aşıq Ələsgərin dağları kimi, birinci dağlar olan şeiri kimi fəsil adları var. Görürsünüz, fəsil. Fəsil adı. Bir sinema, bir film pərdəsidir deyir. Deyir, o zamanlar həqiqətən də elə də insanın uşaqlığı bir xəyaldır, kino pərdəsi kimi gözündə olur. Bir sinema deyir pərdəsidir gözümdə. Tək oturub seyr edərəm özümdə. Xəyallanır da, uşaqlığını düşünür. Heydər Baba, dağın daşın sərəsi, kəklik oxur, dalısında fərəsi, quzuların ağı, bozu, qərəsi. Bir gedəydim dağ dərələr uzunu, oxuyaydım çoban qaytar quzunu. Deməli, hansı musiqimizin, hansı mahnının adı çəkildi? Çoban qaytar quzunu. Bunları qeyd edirsiniz. Deməli, hansı mahnı, hansı müğənni? Mirəjdər, hansı aşıq? Aşıq Rüstəm, hansı mahnı? Çoban qaytar quzunu. Biçin üstü sümbül biçən oraqlar, elə bil ki, zülfü darar daraqlar. Şikarçılar bildirçini soraqlar, biçincilər ayranların içərlər. Bihuşlanıb sondan durub biçərlər. Deməli, burada oraq biçən biçincilərdən danışır ki, ayran içir, biraz yorğunluğunu çıxır da, sonra yenə də durub, yenə işlərinə davam edərlər. Qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qapı bacanı döyəndə, qurd keçinin şəngülsün yeyəndə, bax, nağıl obrazımız, nağıl obrazı, şəngilim şüngülümdən. Mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Bax, arzu eləyir, arzusu var. Yenidən uşaqlığa qayıtmaq, hər kəsin arzusu kimi. Əmməcanın bal bəlləsin yeyərdim. Sondan durub üst donumu geyərdim. Bağçalara tiringəni deyərdim. Ay özümü o əzdirən günlərim, ağac minib at gəzdirən günlərim. Uşaqlıq xatirələridir bu. Yəni, at əvəzinə ağacı minib gəzdirmək də uşaqların oynadığı oyunlar xatırlanır. Həci xala, bax, bir dənə də gördüyü insanın birinin də adını çəkdi. Həci xala çayda paltar yuyardı. Məmməd, deməli, çayda paltar yuyan kim idi? Həci xala idi. Məmməd Sadıq damlarını suvardı. Damı suvayan Məmməd Sadıq idi. Heç bilməzdik, dağdı, daşdı, divardı. Hər yan gəldi, şıllaq atıb aşardıq. Allah, nə xoş, qəmsiz yaşardıq. Heydər Baba, bulaqların yarpızı, bostanların gülbəsəri, qarpızı, gülbəsər dialekt sözdür, uşaqlar, xiyar, gülbəsəri, qarpızı, çərçilərin ağ nabatı, saqqızı, eni də var damağımda dad verər, itkin gedən günlərimdən yad verər. O vaxt ki, məsələn, nabatdır, saqqızdır, onların dadı deyir, indi də damağımda qalıb. Yəni, bu adla deyir də, indi də deyir, damağımda qalıb. Bax, Novruz adətləri var. Baxın, Novruz bayramı adətləri, Novruz bayram adətləri. Bayram idi, gecə quşu oxurdu. Adaxlı qız bəy corabı toxurdu. Deməli, bayram günü nişanlı qız bəyə corab toxumaq adəti. Hər kəs şalın bir bacadan soxurdu. Bax, şal sallamaq adəti, şal. Papaq atma deyirlər, bax, həmin adət. Ay, nə gözəl qaydadır şal sallamaq, bəy şalına bayramlığın bağlamaq. Şal istədim, mən də evdə ağladım. Bir şal alıb, tez belimə bağladım. Qulam gilə qaçıb şal salladım. Şal salladığı kim idi? Qulam. Bəs ona corab verən kim idi? Fatma xala. Qulam gilə qaçdım, şalı salladım. Fatma xala mənə corab bağladı. Xan nənəmi yada salıb bağladı. Deməli, bunun Xan adlı nənəsi var idi. Rəhmətə gedibmiş deyə Fatma xala ona corab verəndə nənəsini də xatırlayaraq ağlayır. Bayram olub, qızıl palçı qəzərlər.
Naxış vurub otaqları bəzərlər, taxçalara düzmələri düzərlər. Qız gəlinin fındıqçası, hənası, həvəslənər anası, qaynanası. Novruz ənlərdir. Qızların əlinə xına qoymaq, bu Novruz adətlərimizdən danışır. Yumurta boyamaq adəti. Baxın, yumurta. Yumurtanı göyçək güllü boyardıq. Çaqqışdırıb sınanların soyardıq. Yumurta döyüşdürmə. Oynamaqdan bircə məgər doyardıq. Əli mənə yaşıl aşıq verərdi. İrza mənə Novruz gülü dərərdi. İrza ilə Əli. Əli aşıq yaşıl aşıq verirdi mənə. İrza da Novruz gülü verirdi. Novruzəli xırmanda vəl sürərdi. Novruzəli xərməndə vəl sürərdi. Gahdan yenib küləşlərin kürərdi. Dağdan da bir çobanı tühürərdi. Onda gördün ulaq ayaq saxladı, dağa baxıb qulaqların şaxladı. Deməli, dağda çobanı tühürəndə ulaq ayaq saxlayırdı. Qış gecəsi tövlələrin otağı, kəndlilərin oturağı yatağı. Deməli, qış gecəsi kəndlilərin harada qalırdılar? Tövlə otağında, tövlələrdə heyvanları qorumaq üçün. Buxarıda yanar odun yanağı, şəbçərəsi, girdəkanı, iydəsi, kəndi basar gülüb danışmaq səsi. Heydər baba, nənə qızın gözləri. Deməli, gözəl göz olan kimiymiş? Gözü qırmızı çəkdim, əslində olmaz. Qara gözlər. Nənə qızın gözləri. Rəxşəndənin şirin-şirin sözləri. Deməli, gözəl gözlü nənə qız imiş, şirin danışan isə rəxşəndəymiş. Deməli, bu rəxşəndə bizə kimi xatırladır? O şirin danışan rəxşəndə. Kimi xatırladır? Şirin söhbət olan, sözü şirin olan. İxtilatın şirin sözün məzəli, şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan anadan, pəri, Vaqifin pərisini. Rəxşəndənin şirin-şirin sözləri. Türkü dedim, oxusunlar özləri. Bilsinlər ki, adam gedər ad qalar. Yaxşı pisdən ağızda bir dad qalar. Yaz qabağı, gün güneyi döyəndə, kənd uşağı qar gülləsin sövəndə. Kürəkçilər dağda kürək zivəndə. Mənim ruhum elə bilin ordadır. Kəklik kimi batıb qalıb qardadır. Yəni, xatırlayır da, ruhu kəndləndir. Başqa yerdə yaşasa da ruhu uşaqlığı iləndir. Qarı nənə uzadanda işini, gün buludda əyirərdi teşini. Qurt qocalıb çəkdirəndə dişini, qurt. Qurt qoca qurt, yəni keçinin balasını yeyən qurt, indi qocalıb dişini çəkdirir. Sürü qalxıb dolayıdan aşardı, bədyaların südü atıb, aşıb daşardı. Yəni, qurt artıq sürüyə müdaxilə edə bilmir deyə, bədyaların südü aşıb daşır. Bostan pozub gətirərdi yaşağı. Doldurardıq evdə taxta tabağı. Təndirlərdə bişirərdik qabağı. Deməli, təndirdə nə bişirilmişlər? Boranı bişirilmişlər, balqabaq bişirilmişlər. Özün yeyib tumlarını çırtdardıq. Çox yeməkdən lapaz qala çartdardıq. Deməli, bostandan yığıb gətirilmişlər balqabağı, bişirilmişlər təndirdə. Və tumunu da çırtlayırmışlar. Vərziğandan armud satan gələrdi. Vərziğan yer adlı, armud satan gəlirmiş. Uşaqların səsi düşərdi kəndə. Deməli, Vərziğandan armud satan gələndə uşaqların səsi düşərdi kəndə. Biz də bu yandan eşidib biləndə şıllaq atıb bir qışqırıq salardıq. Buğda verib armudlardan alardıq. Deməli, taxıl verib yerinə nə almışlar? Armud alırmışlar. Heydər baba, ağacların ucaldı, amma hayf, cavanların qocaldı. Toğluların arıqlayıb acaldı, toğlu. Toğlu bilsiz də erkək qoyundur. Kölgə döndü, gün batdı, qaş gərəldi, qurdun gözü qaranlıqda bərəldi. Xoşginab uşaqlığı keçirdiyi yerdir bunun. Xoşginabı yaman günə kim salıb? Seyidlərdən kim qırılıb, kim qarıb? Amir Qafar, bax, Amir Qafarın adı 2 yerdə çəkiləcək, hələ bir yerdə görəsiniz. Amir Qafar dam daşını kim alıb? Bulaq genə gəlib gölü doldurur, yağ quruyub bağçaları soldurur. Deməli, soruşur ki, görən Xoşginabı bu hala kim salıbdır? Seyidlərin kim ölüb, kim qalıbdır? Amir Qafarın damını daşını kim aldı deyir, kimə qismət oldu? Bulaq genə deyir gölü doldurur gəlir, yoxsa quruyubdur, bağçalar solur. Bax, burada bədii sual demək olar buna. Çünki Amir Qafarı buna cavab verə bilməz ki, mənim damımı, daşımı filan kəslər alıb. Görürsünüz? Yenə Amir Qafarın adını çəkir. Amir Qafar seyidlərin tacı idi. Şahlar şikər etməsi qıyqacı idi. Mərdə şirin, namərdə acı olan.
Amir Qafar idi. Amir Qafar necə idi? Mərd adamı idi. Görürsüz, mərdlərə şirin idi, namərdlərə acı idi. Məzlumların haqqı üstə əsərdi kim? Amir Qafar. Amir Qafar seyidlərin tacı idi. Həmişə də məzlumların, yəni yazıqların, zülm görənlərin haqqı üstündə əsirdi. Zalımları qılınc təki kəsərdi. Mir Mustafa dayı, Ucaboy baba, heykəlli, saqqallı Tolstoy baba. Deməli, Mir Mustafa dayı Ucaboy idi və ona Tolstoya bənzədir. Eylərdi yas məclisini toy baba. Xoş günabı, abı, Rusu ərdəmi, məclislərin, məscidlərin görkəmi. Deməli, Mir Mustafa dayı o qədər yaraşıqlı, boylu, buxunu idi ki, məclisin, məscidin görkəmini idi. Atasını xatırladır. Atasını yaxşı bir insan kimi, əl açıq bir insan kimi xatırlayır. Mənim atam süfrəli bir kişi idi. El əlindən tutmaq onun işi idi. Gözəllərin axıra qalmışıydı. Ondan sonra dönərgələr dönüblər, məhəbbətin çıraqları sönüblər. Atasını gözəllərin axıra qalmış adlanır. Amma atasından sonra dönərgələr dönübdür, məhəbbət çıraqları sönübdür. İnsanlara sevgi azalıb. Səhər tezdən naxırçılar gələrdi. Qoyun quzu dam bacadan mələrdi. Əmməcanım körpələrin bərərdi. Təndirlərin qovzanardı tüstüsü. Çörəklərin gözəl iyi istisi. Təndirdə çörək bişirmək. Göyərçinlər dəstə qalxıb uçarlar. Gün saçanda qızıl pərdə açarlar. Qızıl pərdə açıb, yığıb, qaçarlar. Gün ucalıb artar dağın cəlalı. Təbiətin cavanlanar cəmalı. Heydər baba, qarlı dağlar aşanda, gecə karvan yolun azıb çaşanda, mən hardasam, Tehranda ya Kaşanda. Bax, İranın 2 şəhəri, dünən soruşdum, bunu bilmədiniz. Tehranda, Kaşanda. Uzaqlardan gözüm seçər onları, xəyal gəlib aşıb keçər onları. Deməli, harda olsam da deyir, harda olsam da, mən deyir, onu tanıyıram. Karvan deyir, yolunu azıb çaşanda deyir, mən bu qarlı dağları bələdəm. Hətta deyir, Tehranda, Kaşanda olsam da gözümdən, xəyalımdadır bu. Heydər baba, göylər bütün dumandır. Günlərimiz bir-birindən yamandır. Bir-birinizdən ayrılmayın, amandır. Yaxşılığı əlimizdən alıb